Məsələn, sən bir şey istəyirsən, bilirsən pis bir şeydir. Çalış ki, zehnində təkrarlama, böyütmə. O zehnində təkrarlamağın səni axırda o istəyə məğlub edir. Təkrarlamağın. Hansısa bir dünyəvi bir məqam, hansısa bir mövqe, bu. İkinci texnikası budur ki, deyib, baxışlarına nəzarət elə, bu bir qaydadır. Baxış da deyəndə hamı naməhrəm düşünür, naməhrəmə baxma. Təkcə naməhrəmə baxma məsələsi deyil. Məsələn, bir mülkün istəyi düşüb ürəyivə, bir maşının istəyi düşüb ürəyivə, yaxşıdır, ala bilirsən, ged, al, çalış, öz yerində. Amma gözünü zilləmə. Gözünü zillədikcə həsrətə çevrilir. Fikrindəkindən keçmək üçün gerək çox gözünü zillənməyəsən, baxışlarına biraz nəzarət eləyəsən. Ağzın suyun, üzr istəyirəm, axıda nəyəsə baxıb zillənmək səni məcbur eləyir o hissin, o istəyin əlində əsir olasan.